Salam değerli izleyicilerim, kanalıma hoş gelmişsiniz. Bugün sizler için tez başa gelen, oldukça dadlı, lezzetli yaz yemeği hazırlayacağım. Eminim ki bu yemeği siz de çok beğeneceksiniz. Əvvəlcə əti kiçik tikələrə bölürəm. Yaxşıca yuduqdan sonra qazanın içərisinə əti əlavə edirəm. Daha sonra 2 baş soğanı halqa doğrayıram. Üzərinə zövqə görə biraz duz, eləcə də qara istiot vurduqdan sonra ətlə soğanı yaxşıca qarışdırıram. Üzərinə isə biberi doğrayıram. Zövqə görə rəngli biberlərdən də istifadə edə bilərsiniz. 2-3 diş sarımsaq əlavə edirəm. Daha sonra qabığını soyduğum badımcanı halqa formasında doğrayıram. Sonda üzərinə pomidoru yarım halqa formasında doğrayıram. Ərzaqların miqdarını videonun alt bölümündə qeyd edəcəyim. Yenə də zövqə görə biraz duz və qara istiot vururam. Sonda yarım stəkan su tökürəm. Ərzaqların üzərinə boşqab qoyduqdan sonra qazanın qapağını örtürəm və yeməyi vamudda bişirirəm. Təxmini 1 saata yeməyimiz tamamilə hazır olur. Ət bişdikdən sonra boşqabı götürürəm və qazanın içərisinə biraz yağ əlavə edirəm. Və beləcə tərpədirəm. Ərzaqlar əzilməsin deyə çox da qarışdırmaq lazım deyil. Hazır olduqdan sonra üzərinə cəfəri tökürəm. Zövqə görə reyhan və kişniş də tökə bilərsiniz. Artıq bizim yeməyimiz hazırdır. Olduqca dadlı, ləzzətli yemək alındı. Əziz xanımlar, əgər siz də resepti, kanalı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.